Gözəl bayrağımız. Deməli, tələsmə. Ay sağ, qalçılaqda indi. Zahir bəy, deməli səninlə də ötən dərs danışdı. Siz o təbəndənsiniz ki, İngiltərədən təşrif qoymusunuz bizim kursumuza. Öyrənim inşallah qaydacaqsınız İngiltərəyə. Çünki ötən səfər əldə etmişsiniz. Mən sizə orada uğurlar arzu edirəm. Can sağlam sürməyi arzu edirəm. Bir gün sənlə sonuncu dərsimiz demək olar ki. Orada ötən dərs demişdik ki, sizə nələrə diqqət edəcəksən. Təbii ki, özün də qullara bilirsən, amma təkrar da etməkdə fayda var. Solunu yandır, traktorumuzu. 40-40 xətdən keçək bir dənə qayıdaq şəhər mərkəzinə. Solunu yanına qoy. Döndər əlini. Bax, yol və nişan görsən başının üstünə. Hələ ki, burada dayanmağa ehtiyac yox. Gəl. İndi bax, buradan çıxarkən sağını buraxmalısan. Qaz verir, sağdan gələn yoxdur. Sağını yandır. Aferin qardaş. Bir dənə sağ elə bilirik görək. Tələsənlər qalsın keçsin. Yaxşıdır indi sürətində. Zolaqdakı mövqeyində. Bəli, bunları sən əslində qalsa bilirsən, amma təkrar eləyək. Orada əsas nəyə diqqət edəcəksən qardaşım? Bizdə sağ gedişdir, sol gəlişdir. İngiltərədə, Londonda isə bunun əksinədir. Məsəl üçün, sol gediş, sağ gəlişdir orada, düzdürmü? Və sükan mexanizmi. Məsəl üçün, bizdə normalda avtomobillər də sükan soldadır. Onlarda əksəriyyətində sağdadır. Yəni, bunlara biraz vərdiş eləməlisən. Sən sürməyə artıq burada öyrənmirsən, qaydaları burada öyrənmirsən. Ora getdikdə inşallah bir müddət biraz adaptasiya dövrü yaşayacaqsan. Çünki burada öyrəndiyinin biraz fərqli bir növünə görəcəksən orada. Ona görə maksimum diqqətli ol. Hətta tövsiyə edirəm ki, orada bir kurs varsa, bir kurslara bizim üçün kurslar xidmət göstərirsə. Var, sözünüz onu fikirləşirəm. 1-2-3 dərs orada. Hə, sürməyi siz bacarırsınız, bəli. Heç olmasa 3 dərs, 5 dərs mütləq gedin ki, siz o yollara, bəli, yollara adaptasiya olasınız. Misal üçün, bizdə sükan mexanizmi soldadır. Biz ötməyə çıxarkən, məsəl üçün, daha rahat çıxa bilirik, qarşı solu görə bilirik. Orada isə sükan mexanizmi sağdadır. Ötmə biraz çətindir. Dediyim kimi, yolların fərqli olmağı, sükan mexanizmi fərqli olmağı biraz çaşqınlığa səbəb ola bilər sizdə. Amma belə ümumiyyətlə yaxşı öyrənmişsiniz, maşallah olsun. İndən sonra bizim adımızı siz İngiltərədə inşallah ki, layiqinizə necə deyərlər, təmsil edəcəksiniz, bəli. Biraz azad sürətindən. İndi biz bax buradan düz gedəcəyik. Qarşıda dairə olacaqdır, Azinet dairəsi. İnşallah o dairəni sənə izah edəcəm.